Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Sizlərə Xırdalanın tam mərkəzində, Heydər Parkına yaxın bir ərazidə, ən elit yaşayış kompleksində ideal təmirli əşyaların 90% qalmaq şəklində satılan, kupçalı, ipotekaya yararlı, gözəl bir mənzil çəkib təqdim edirik. Mənzilin təmiri şəxsi təmirdir, dəyərli izləyicilər. Döşəməsi əla parket döşəmədir. Qonaq otağı zalından təqdimat aparmışıq. Görürsünüz, belə bir gözəl, fərah, əla təmirli bir mənzildir. Dəyərli izləyicilər, mənzilin eyvanına keçid buradandır. Balaca kiçik bir eyvanı vardır. Əla bir görüntüsü var, qarşısı açıqdır. Gün çıxan mənzildir. Yəni gün çıxan cənub istiqamətinə baxan, cənub-şərqə baxan bir mənzildir. Mənzilin mətbəxinə keçid buradandır. Dəyərli izləyicilər, belə bir gözəl membrandan mətbəx mebeli yığılmışdır. Qanuni 2 otaqdan 3 otağa düzəlmə, ideal düzəlmə super bir təklifdir. Nəzərinizə çatdıraq. Buranın da müstəqil olaraq pəncərəsi vardır. Sistemi kombidir, kombi radiatorun batareyaları vardır. Orta bir mənzildir, küncə düşmür. Mənzilin dəhlizindən təqdimata davam edirik. Gəlin dəhlizi sizə təqdim edək. Dəyərli izləyicilər, bura mənzildə giriş qapısıdır. Damafonuna qədər internet xətti görürsünüz. Hər bir avadanlığı mənzilin vardır. Mənzilin sizə yataq otaqlarından birini təqdim edəcəm. Girişdən daxillikdə qarşı-qarşıya gəldikdə yataq otaqlarından biridir. Görürsünüz, belə bir gözəl yataq mebeli də vardır. Burada bəzi əşyalar çıxacaq, yəni 1-2 ya sayılacaq qədər əşya çıxacaqdır. Yəni belə bir qardırop şkaf var dəhlizdə. O ev sahibi ilə danışarsınız. Mənzildə sizə təqdim edirik. Ümumi sanitar qovşaq, gözəl bir mənzildir. Yəni mənzildə qüsur yoxdur. Tavan asma tavandır, havalanma sistemi var, bütün aksesuarları vardır. Bura isə digər bir yataq otağıdır. Böyük bir yataq otağıdır. Dəyərli izləyicilər, kombin aparatı baxın bu hissədə ev sahibi. Bu hissədə kombin aparatı, qazın sayğacı bu hissədə yığılmışdır. Belə bir gözəl mebelləri, əşyaları da vardır. Qiymət açıqlama bölməsində elan ediləcəkdir. Əgər sizin də satdıq makineniz varsa, mənzil alıb satmaq istəyir, bizə müraciət edin, izləməyə davam edin bu gün. Bu qədər. Çox sağ olun.